Gününüz aydın olsun millət. Yəni yeni qərar verilib 3 uşaqlı ailələrə sosial yardım və bu münasibətlə də mən təbrik edirəm o 3 uşaqlı ailələri kimə ki yardım düşür və dövlətimizə də təşəkkür edirəm. Bu 2025-in ən xoş xəbəridir. Ölkəmizdə, xalqımız üçün ən xoş xəbərdir. İnşallah ki, hər uşağa da yeni qərar verərsiniz, yəni hər uşağa düşər. Onu da ümidlə də gözləyirik. Çünki xalqın, necə ki, dövlətin xalqa ehtiyacı var, xalqın da dövlətə ehtiyacı var, dəstəyinə. Yəni ona görə də Allah xalqımızı, dövlətimizi qorusun. Bu bir növ nəyə oxşadır? Məhz bu 3 uşaqlı ailələrə verilməyi, bu yardımın. Bu bir kafedə yazmışlar, təbii ki, gülmək üçün yazmışlar. Deyir, kafedə hər bir şey pulsuzdur. O kəslərə ki, o insan 1-ci Dünya müharibəsinin veteranı olsun, ancaq bir şərtlə, valideynlərinin iştirakı ilə. Təbii ki, 1-ci Dünya müharibəsindən çox az sayda bir insanlar qalıb, yəni Allah hamısına rəhmət eləsin. Hələ üstəlik də valideynin iştirakı ilə. İndi əziz o sosial yardım fondu 3 uşaqlı ailələr qalıbmı ki, yəni var ya, Allah bütün balalar saxlasın, 4 uşaqlı da var, 5 uşaqlı, yəni az bir sayda da, deyək ki, bir 15-20% sayda. Ona görə mən bu misal çəkdim ki, yəni az bir sayda qalıb. Yəni yaxşı olar ki, inşallah bütün balalara, yəni ki, ayrılsın o pullar, inşallah o da olar. Bir də bunu mən bu xoş xəbəri gülüşlə tamamlamaq istəyirəm. O bir qərar çıxır, ölkədə qərar çıxır, bu indi dediyim kimi 3 uşaqlı ailələrə yardım qərarı, birinin də 2 uşağı olur. Bu arvada deyir ki, yoldaşına deyir, əzizim, səndən neçə vaxtdır gizlətmişəm, bir qadın var, onunla yaşayırdı, ondan da bir uşağım var da, gedim bunu götürüm gəlim o uşağı və olsun 3 uşaq, gedib dövlətdən yardım alaq. Arvad deyir, daha yaxşı da, pul gəlsin, yox, get götür gəl. Bu qaçaraq gedir o hansı ki yaşadığı qadının yanına, deyir ki, əzizim, uşağı verə bilərsən, biz dövlətdən yardım alacaq, 3 uşaq olacaq da, yəni 3 uşağa görə. Arvad deyir ki, əzizim, mən də səndən neçə vaxtı gizlətmişdim və bu xəbəri eşidib dünən gecə ilə uşağın atası gəlib götürüb uşağı. Səndən uşağın atası başqasıymış. Bu bədbaxtın xəbəri yoxdur ki, o yaşadığı qadından olan uşaq başqasıymış. Yəni, əziz xalqım, Allah xalqımızı qorusun. Allah həmişə dövlətimizdən belə xoş xəbərlər gəlsin inşallah. Allah bütün balaları qorusun. Yəni, etiraz eləməyək, düzdür, bəli, verilməlidir, hər bir uşağa verilməlidir. İnşallah ki, o da verilər Allahın köməyinə. Əsas odur ki, xalqımız firavan yaşasın, xalqımızın xoş günlərini görək. Yəni, inşallah ki, hər şey tamam olar. Allah bütün balaları saxlasın. Var olasın, əziz xalqım.